Salam əziz YouTube izləyiciləri, qərar verdim ki, bugün ikinci videonu da çəkim, bu prosesi sürətləndirim. Deməli, bu gördüyünüz sxem marketlər şəbəkəsinin sxemidir. Baş ofisdən ibarətdir, mərkəz depodan ibarətdir və marketlərdən ibarətdir. Ola bilər ki, burada 5 dənə min olsun, 7 dənə super, 10 dənə hiper fərq eləmir. Yəni, burada rəqəm fərqləri yoxdur. Əsas odur ki, 2 və daha artıq market olsun və mərkəzi depo, baş ofis. Bu artıq şəbəkədir. Bunlar bir-biri ilə əlaqəlidirlər, daim bir-biri ilə informasiya mübadiləsi aparırlar. Xüsusilə də baş ofis mərkəzi depoda olan problemi aradan qaldırmağa çalışır hər zaman və bu marketlərdə baş verən stokautları öz nəzarətində saxlayır və onlara öz təlimatını verir. Baş ofis müxtəlif sektorlardan ibarətdir. Planlama, master data, HR, daxili nəzarət, kateqoriya, maliyyə və s. Bölmələrdən, şöbələrdən, sektorlardan ibarətdir. Mərkəzi deponun funksiyası nədən ibarətdir? Əsasən, topdan satışçılardan və istehsalçılardan məhsulu alır, özündə saxlayır və bu marketlər isə stoklarına və ehtiyac miqdarlarına uyğun olaraq mərkəzi depodan məhsulları alırlar. Yəni, sifarişi verirlər mərkəzi depoya. Mərkəzi depoda onların sifarişini təmin edir. Bəs mərkəzi deponun sifarişini kim yaradır? Təbii ki, baş ofisdəki planlamaçılar. Baş ofis həm mərkəzi deponun stokunu görə bilir, həm marketlərin. Və mərkəzi deponun stokunu bir də marketlər görə bilir. Özlərinə, yəni, lazım olan məhsulun çeşidinə və miqdarına baxa bilirlər. Və burada sağda gördüyünüz aparat isə terminaldır. Terminal vasitəsilə mərkəzi depo topdan satışçılardan və istehsalçılardan məhsulu alır və bu aparat vasitəsilə quraşdırılmış sistemə daxil eləyir. Və artıq sistemdə hansı məhsulların bulunurluğu, yəni mövcud olduğu bilinir. Bu aşağıda gördüyünüz isə Skyner aparatıdır. Bu sırf marketlərin içində hər bir marketin satış hissəsində, kassa hissəsində olur. Demək olar ki, eyni funksiyanı yerinə yetirir. Sadəcə bunun avantajı daha çoxdur. Terminalın avantajı barkod skanerdən çoxdur. Bunun çünki internetə girmə özəlliyi var. Daşınması rahatdır, səyyardır, yəni operativdir. Cəryandan birbaşa asılı deyil və hansısa kompüterə qoşulu olaraq işləmir. Skyner aparatı isə daim kompüterə qoşuludur, sərbəst şəkildə çalışa bilmir. Bu aparatlar nəinki mərkəzi depoda, həm də bütün mağazalarda istifadə olunur. Çünki məhsullar mərkəzi depodan marketlərə daxil olduqda yenidən bu aparat vasitəsilə hər bir mağazanın deposuna daxil olunur. Təşəkkür edirəm, sağ olun.